Cənazələrimizin salavatçılığına Fatih salavat ediləyək. Cənazələrimizin salavatçılığına Fatih salavat ediləyək. Sürücülərimizin salamatçılığına Fatih salavat ediləyək. Zindanlarda olan məhbusların, müşkillərinin həll olub azadlığa qovuşmalarına salavat zikr edək. Övlad aşıqda olan ailələrimiz var. Tezliklə əməl salih övladları olmasına Fatih salavat zikr edək. Ustad-ı müəllimlərimiz, valideynlərimiz, qonşularımız, ağsaqqal ağabeylərimiz, boynumuzda haqq olan kimsələri salavatla yad edək. İltiması dua edənlərimiz var, xəstəsi olan, müşkili olan, həllərəvi olmasına salavat zikr edək. Hazır rəhbəri ilədir, cəmaat namazı edilir, xütbə oxudu. Allah razı olsun, özünün ailəsinin salamasına Fatih, valideynlərinin salamasına Fatih, ömrünün, elminin daha da bərəkətli olmasından ötəri və dünyasını dəyişmiş ata-babalarının, əmvatlarının istirahəti ruhuna Fatih salavat zikr edək. Xüsusilə bu cəmiyinin maddi, mənəvi sıxıntısı, çətinliyi var, istər ailəsində, istər övladı ilə, istər sağlamlığı ilə, işi ilə bağlı qardaşlardan xüsusi iltiması dua edən olduğu müşkilləri var. Həllinə salavat zikr edir.